Salam əziz kanalımızın izləyiciləri, Real Riders klubunun sevənləri, klubumuzun üzvləri, bütün motosiklet həvəskarları. Çoxdandır gözlədiyimiz Qarabağ turuna ikinci dəfə həyata keçirmək istəyirik. Bugün onun üçün yola çıxmışıq. Görüş yerimiz Lökbatan ərazisindəki Sokar yanacaq doldurma məntəqəsi idi. Yoldaşlarla orada toplaşdıqdan sonra yola çıxdıq. Yoldaşlarımızdan biri Şamaxı şəhərindən bizə qatılacağı üçün onu Kürdəmir rayon ərazisində görüşüb onunla yola davam edəcəyik. Hal-hazırda dayandığımız bu məkan səhər yeməyini yemək üçün dayandığımız bir məkandır. Burada səhər yeməyimizi yedikdən sonra yolumuza davam edəcəyik. Bir de burada var mı? Bende var. Davet, obyektin adı Şüşəlidir, yolun sağında. Konum atayım. Yok. Yok, atırım. Artıq səhər yeməyimizi yedik. Adət ənənəmizə uyğun olaraq çıxdığımız hər səfərdə demək olar ki, ilk səhər yeməyimiz pomidor yumurta ilə başlayır. Bu dəfə də edə etdik. Yolumuza davam edə bilərik. Yaxşı söylədiyimiz kimi Cavid qardaşımızla nəhayət görüşdük. Ne tarzan? Burada 1-2 dəqiqə dincəldikdən sonra yolumuza davam edəcəyik. Sağ ol ay qaqay. Dərman, ver bura bir dənə qəşəng şəkil çəkək də buradan. Qoy uşaqları şey edeyim bura. Maşallah günlü olsun. Hı? Ben de o biraz. Gelsin biraz kılacak. Öyle abi. Sürün ben gəlirəm, niyə var? Ha? Mən 110 liradan gəlirəm. Eksmen. Mən yavaş-yavaş gəlirəm. Niyə? Elçin abi gözləməsinlər məni. Ha? Denən sürsünlər. Niyə, nə oldu? İstəmirəm də yavaş-yavaş gəlirəm. Getmir. Ferazada problem var, hələ çox xoş keçmir, ona görə. Qalxanda biraz avroz qalxır, düşüb bilirəm ki, Ferazada problem. Problem olmaqdansa yavaş-yavaş 110 dan gəlirəm. Neyse, gözləyərik də. Navigatorun var. Hə, qoşulsun. Ha. Yoxu. Şeydə vuracaq da, Bərdədə da. Məzədən sən? Gelen de ver. Az öncə dediyimiz kimi Cavid qardaşımızla görüşdükdən sonra yolumuza davam edirik. Hakkın gəldi, alın. Real Riders klubunu öncədən tanıyan, öncədən izləyən dostlarımız onu bilir ki, bizim Göyçayda Hacı qardaşımız var. Təəssüflər olsun ki, başına gələn xoş olmayan bir hadisəyə görə artıq motosiklet sürə bilmir. Amma biz bu istiqamətdə getdiyimiz bütün turlarda mütləq şəkildə Göyçay rayon ərazisində onunla görüşüb bir səhər və ya günorta yeməyi yedikdən sonra yolumuza davam edirdik. Bu dəfə sadəcə yolumuz çox uzun olduğu üçün ona vaxt ayırıb yolumuzu dəyişib onunla görüşə bilmədik. Salam aleyküm. Lökbatan ərazisindəki ilk görüş yerimizdə olan yanacaq doldurma məntəqəsində yanacaq tələbatlarını ödədikdən sonra motosikletlərin ikinci Bərdə ərazisində
yanacaq doldurma məntəqəsinə girdik. Belə bir qayda var turlarımızda ki, hər yanacaq tələbatı yarandığı vaxt bir nəfər belə olsa, kimdə ki benzin azdır, bütün yoldaşlar dayanır və bütün yoldaşlar tam çən olaraq motosikletlərin çənlərini fulla, belə deyək, benzinlə doldururlar. Sana Aral dayandı. Əslində bu tura çıxmamışdan öncə yoldaşlardan bəziləri çox narahat idilər ki, hava şəraiti çox pis olacaq, çünki hava proqnozunda havanı çox pis göstərirdi bu bölgələrdə. Amma tərsinə oldu. Biz getdiyimiz istiqamətdə hava çox gözəl idi. Amma şəhərdə, Bakıda hava çox pis keçdi həmin günlərdə. Burada artıq biz işğaldan azad olunmuş torpaqlara giriş üçün nəzərdə tutulmuş postlardan keçəcəyik. Onun üçün kamera görüntüləri paylaşılmayacaq təbii ki, kameraları burada bağlayıb. Nəzarət postlarını keçdikdən sonra isə yenidən görüntüləri sizlə paylaşacağıq. Tatlıları bir de lezzetli olması. Bəli, artıq bizim üçün çox müqəddəs olan, işğaldan azad olunan Qarabağ torpaqlarına doğru irəliləyirik. Bu turumuz bir neçə hissədən ibarət videolar halında paylaşılacağı üçün birinci hissəni bununla yekunlaşdırırıq. Növbəti hissələrdə izləməyi unutmamağınızı xahiş edirik.